Xoş gördük. Dostlar, yuxarıda təqdim etdiyim şəkil Azərbaycanda, Sabunçu rayonunda Yeni Ramana küçəsində çəkilib. Bu şəkil, daha doğrusu bu bayraq, yəni bu şəkildə gördüyünüz bayraq şəhid İmran Abbasovun xatirə lövhəsi üzərində çəkilib. Digər tərəfdə Türk bayrağıdır. Türk bayrağının hər iki tərəfi eyni olduğu üçün onu səhv asmaq lüksları yoxdur. Amma bu yuxarıda göstərilən bayraq Azərbaycanın bayrağı deyil. Belə bir bayrağımız yoxdur. Hər halda hər kəs bilir ki, Azərbaycan bayrağı ya yaşıl, qırmızı və yaxud da maviyə bölünmür. Mən istədim bunu paylaşım dostlar. İnanın ki, bu bayraq 2 aydır ki, bu formada asılıb. Sadəcə mən bunun mahiyyətini sizə açıqlamaq istəyirəm. Bəzi insanlar deyə bilər ki, yaxşı, burada nə var? Baxın, mən ilk növbədə elə fikirləşdim ki, bizim Sabunçu rayonumuzu işğal ediblər və orada düşmən bizə acıq verir. Düşmən acıq verdiyimizə görə bizim atributumuzu, necə deyərlər, ən vacib olan atributumuzu təhqir edir. Sonradan baxdım ki, gördüm, yox, burada bir işğal predimenti yoxdur. Sadəcə olaraq laqeydlik və iş bilməməzlik problemi var və bunu bir şəhidin xatirə lövhəsi üzərində asıblar. Dostlar, mən bunu izah etmək istəyirəm ki, əvvəla bir bayrağın tərsinə qoyulması, bir insanın şəklinin tərsinə qoyulması kimi bir şeydir. Əgər bir dövlət rəhbərinin şəklini tərsinə qoysaz, yəni bu bir təhqirdir dövlət rəhbərinə. Amma bir bayrağı tərsinə qoyduqda isə o ölkənin prezidentindən tutmuş, onun ən aşağı təbəqəsinə qədər bir millətin təhqir edilməsi, bir millətin şəklinin tərsinə qoyulması deməkdir. Xatırlayırsınızsa, mərhum prezidentimiz Heydər Əliyevin dövründə onun İrana səfərində, bilirsiniz, İran molla rejimi hər zaman xəbisliyi ilə məşğul olur və Azərbaycan bayrağını tərsinə asır və o vaxtı mərhum prezident buna etiraz edir və ondan sonra bir daha bunu etmirlər və yığışdırırlar. Əslində qalsa bu biraz kobud çıxsa da bu siyasətdə naşılıqdır. Yəni bunu bir dövlət heç vaxt bunu etməməlidir, amma bunu etmişlər çünki Azərbaycana qarşı həmişə qıcıqlı olublar bu məkirli düşmən. Baxın, bu günləri də Azərbaycanın bayrağı tərsinə açılır. Bu Azərbaycan bayrağı deyil. Bu Mozambikin bayrağıdırmı, hansı adaların bayrağıdırmı, Seyşel adalarına məxsusdurmu deyə bilmərəm. Amma bu Azərbaycan bayrağıdır. Məni yandırıb tökən o deyil ki, orada yaşayanlar bunu görmürmü? Zaten bizim orada yaşayan vətəndaşlarımızı deyək, biri cahildir, biri mahiyyətinə varmır, biri nə baş verdiyini bilmir. Yaxşı, bunu tökək cəhalətin boynuna. Zaten xalqımız cahil olmasaydı, bu qədər özünə laqeyd olmasaydı, indi biz bu vəziyyətdə qalmazdı. Amma burada bir məmur olmurmu? Yəni bu yoldan keçən bir bələdiyyə işçisi yoxmu, bir polis yoxmu, bir icra nümayəndəsi yoxmu? Yəni doğrudanmı bunun mahiyyətini başa düşən bir insan yoxdur? Yəni bunun mahiyyətini başa düşən yoxdurmu ki, Azərbaycan xalqını onun rəhbəri ilə birlikdə tərsinə qoyublar? Şəklini tərsinə qoyublar da. Yəni bu o deməkdir. Yəni sadəcə olaraq bunu 1-2 aydır ki, bunu mən görürəm və İstədim ki, buna axır dözə bilmədim, istədim bunu işıqlandırım. İnşallah əlaqədar təşkilatlar bu rayonumuzun, bu ərazimizin işğal olunmadığını, düşmən tərəfindən təhqir olunmadığımızı sübut edirlər və şəhidin barelefi üzərində olan bu bayrağı, kimin bayrağıdırsa bilmirəm, hər halda ora Azərbaycan bayrağını taxar. Təşəkkür edirəm.